Diaqram verilib və bizə deyir ki, 1, 2 və 2, 3 prosesində bir atomlu ideal qaza eyni istilik miqdarı verilmişdir. Baxaq 1, 2 prosesinə. 1, 2 prosesində bizə deyir ki, qaza 10 kilojol, qaz 10 kilojol iş görərsə. Baxın, bu izotermikdir. Bu nə deməkdir? Yəni, daxili enerji dəyişmir. Temperatur dəyişmədiyi üçün daxili enerji də dəyişmir. Qaza verilən istilik miqdarının hamısı işin görülməsinə sərf olunur. Onda bu prosesdə qaz 10 kilojol iş görübsə, deməli, istilik miqdarı da ona bərabərdir. Yəni, hamısı işə sərf olunub. Və bizə deyir ki, proseslərin hər ikisində eyni qədər istilik miqdarı verilib. Yəni, ikinci prosesdə də Q bərabərdir nəyə? 10-a. İndi ikinci proses necədir? İzobar prosesdir. İndi gəlin izobar prosesə baxaq. İzobar prosesdə bizdən soruşur daxili enerjinin dəyişməsi. İzobar prosesdə daxili enerji 0,6 Q qədər dəyişir. Onda Q-nin yerinə 10 yazsaq, 0,6-da 10-a vuranda bu da bizə D variantını verəcək.